Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin Qlobal Səhiyyə Təhlükəsizliyi sayəsində aparıcı yardım proqramı olan Strides layihəsinin direktoru Becca Price, Black Witch şirkətinin beynəlxalq inkişaf üzrə direktoru Kyle Houston və digər nümayəndə heyəti ilə Azərbaycan Milli Elmlər Akademiyasının rəisət heyətində Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti akademik İradə Hüseynova arasında görüş keçirilib. Akademik İradə Hüseynova qonaqları səmimi salamlayaraq onların fəaliyyətində uğurlar arzulayıb və AMEA ilə beynəlxalq təşkilatlar arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, ötən il Azərbaycan Milli Elmlər Akademiyasının və Biologiya Tibb Elmləri bölməsinin 80 illik yubileyinin qeyd olunduğunu xatırladaraq Azərbaycan elminin zəngin inkişaf yoluna diqqət çəkib. Vitse-prezident müxtəlif dövrlərdə bölməyə rəhbərlik etmiş görkəmli alim və səhiyyə təşkilatçılarının fəaliyyətini qeyd edərək onların biologiya və tibb elmlərinin inkişafına verdiyi tövbələrdən danışıb. Görüşdə çıxış edən Strides layihəsinin direktoru Becca Price qonaqpərvər qarşılanmaya görə təşəkkürünü bildirib və rəhbərlik etdiyi proqramın məqsədləri barədə məlumat verib. O qeyd edib ki, layihə çərçivəsində əsas diqqət ölkələrdə ictimai səhiyyə sistemlərinin gücləndirilməsinə, epidemioloji nəzarət imkanlarının artırılmasına və kadr potensialının inkişafına yönəlib. Görüş zamanı tərəflər arasında əməkdaşlığın perspektivləri, birgə layihələrin həyata keçirilməsi, mütəxəssis hazırlığı, prioritet istiqamətlər və mövcud ehtiyaclar ətrafında geniş fikrin mübadiləsi aparılıb. Leyli Namik qızı Ziya Xudiyev, Fərid Həşimov, Elm TV.